Bu dünya həyatında hər şey, o bütün sistem aldı və verdi əlaqəsi bu sayəsində irəliləyir. Siz hədəflərinizə layiq olmaq istəyirsinizsə, hədəflərinizə sahib olmaq, onları qazanmaq istəyirsinizsə, salam əziz izləyicilər, bu videoda sizlərlə o dini mövzuda biraz söhbət edərək barədə fikirlərimi bölüşmək istəyirəm. Bu videoda bizim mövzumuz dini mövzuda olan savab anlayışını olacaq, yaxşılıq etmək və cənnəti qazanmaq sahəsində olacaq. Vurğulamaq istəyirəm ki, bu videoda bildirdiklərimlə heç bir dini anlayışa tərs düşəcək fikirlər deyil. O sadəcə mənim şəxsi fikirlərim, şəxsi anlayışlarımı sizlə burdan ki, bölüşmək istəyirəm. Video başlamazdan əvvəl sizdən bir xahişim olacaq ki, əgər videolarımı izləyirsinizsə və kanalıma hələ də abunə olmamısınızsa, abunə olmağı, videolarımı bəyənməyi və rəylərdə öz fikirlərinizi sərbəst olaraq ifadə etməyi sizdən istəyirəm. Gələk video mövzusuna. Demək, bir savab əldə etmək, bir yaxşılıq etmək, cənnəti əldə etmək söhbətləri, bu cür yəni fikirlər hər zaman dini sahədə insanların fikirlərində olub və olacaq. Ancaq bunların yəni ki, savab əldə etməyin metafizik, elmi və məntiqi tərəflərini sizlə bölüşmək istəyirəm ki, bunları da bilməkdə fayda var. Yaxşılıq etmək yəni savabdır. Və bu savab dil anlayış da bizi pozitiv enerji ilə yükləmək mənasına gəlir. Yəni ki, bir insan sabit oturaraq, heç nə etmədən, heç bir fəaliyyət, heç bir yaxşılıq fəaliyyət etmədən savab əldə etməsi biraz mənə absurd gəlir. Çünki yəni ki, müəyyən ifadələri, müəyyən bir sözləri dəfələrlə 100 dəfə, 200 dəfə, 500 dəfə təkrarlayaraq savab əldə etmək biraz məntiqə sığmır. Çünki savab deyilən bir anlayışın həqiqəti, gerçəyi, bizlərin insanlar olaraq öz auramıza, özümüzün enerji sahəmizə pozitiv enerji əlavə etməkdir. Əgər sabit evində oturursansa, fərqi yoxdur. Yəni hər hansı bir dini məkan da ola bilər. Bir sözü dəfələrlə təkrarlayırsansa, o söz sənə pozitiv enerji verməyəcəkdir. Çünki bir söz nə qədər təkrarlasan da, o sözün həqiqətini anlamasan, o sənə enerji verməyəcəkdir. Təkrarlanan o sözlərin də həqiqəti bizim yaxşılıq etməyimizdən qaynaqlanır. Əgər bizdə bir yaxşılıq etmiriksə, bir enerji özümüzdən yansıtmırıqsa və sabit oturaraq, dəfələrlə eyni sözləri təkrarlayaraq savab əldə etməyimizi, yəni savab əldə etməyimiz nə deməkdir? Yəni enerjimiz əlavə pozitiv enerjilə qazandırdığımızı əgər fikirləşiriksə, mənim məntiqimə bu sığmır. Yəni insan oturur, dəfələrlə eyni sözü təkrarlayır. Hətta onun üçün belə alətlər də var və özünün savab əldə etməsini, özünün cənnətə layiq olmasını fikirləşir. Bu biraz xəyalpərəstlik. Dinin gerçəyini araşdırırsa, xəyalpərəstlikdən kənar bir anlayışdır. Ümumiyyətlə, din anlayışı xəyalpərəstlikdən uzaqdır. Ancaq indiki dinimizə fikir versə və nəzər yetirsə, görərik ki, bir çox vərdişlər, ayinlər, dini ritüellər bir növ xəyalpərəstlik ifadə edir. Dinin həqiqəti isə xəyalpərəstlikdən bir kənar, məntiqə uyğunlaşan, elmi izahı olan bir anlayışlardır. Yaxşılıq etməyin həqiqəti, savabın həqiqəti nələrdir? İndi onu sizinlə bölüşmək istəyirəm. Savab rastgələ durduq yerə bir yaxşılıq etməkdir. Yəni hər hansı bir heyvana bir yemək, su vermək də ola bilər. Hər hansı bir yaşlı insana, hər hansı bir hərəkətdə, hər hansı bir həyati yəni ki, o zamanda bir kiçik bir yaxşılıq etmək də ola bilər. Bir yaxşılıq etmək, gözəl bir söz söyləmək də ola bilər. Yaxşılıq etmək hər hansı bir
o pozitiv enerjini özümüzün aurasından ətraf, o qarşıdakı insanlara, o qarşıdakı o canlılara yansıtmağımızdır. Ümumiyyətlə, yaxşılıq etmək özümüzdə o pozitiv enerjini verərək, özümüzdə o geri o pozitiv enerjini əldə etməyimizdir. Beləcə özümüzün auramız, enerji o sahəmiz yüksəlir, o pozitiv enerjilə o geri döndüksə və bu zaman həm özümüzü o gümrah hiss edirik, həm özümüzü zəndə hiss edirik. Həmçinin də o qarşıdakı həyatımızda, o gələcəyimizdə həmin o yaxşılıqlarımızın toplam enerjisi olaraq bizim işlərimizdə, uğurlarımızda, yəni başarılarımız da öz qaydasında o davam edir. Siz bu videoda, yəni ki, o demək istəyirəm ondan ibarətdir ki, bu kiçik bir videoda bu videonu uzun etmək fikrim mənim yoxdur. Çünki çox yəni ki, bir qısa bir o çərçivədə öz fikrimi sizlərlə bölüşməkdir məqsədim. Bu o kiçik bir o zaman aralığında, o kiçik bir o çərçivədə sizlərə çatdırmaq istəyirəm ki, izah etmək istəyirəm ki, yaxşılıq etmək, savab əldə etmək və cənnəti əldə etmək, o hər hansı o bir sözləri o dəfələrlə o təkrarlamaq o deyil, heç vaxt olmayıb. Bu sadəcə insanların dini xəyalpərəstliyi nəticəsində formalaşan o bir ayinlərdir. Yəni həqiqi savab, həqiqi yaxşılıq etmək, həqiqi cənnətə o sahib olmaq, o cənnəti qazanmaq duyğusu, həmin o amillər bizlərin yəni ki, enerjimizin, auramızın o pozitiv enerjilərinə o dolması və daşmasıdır. Bizlər özümüzdən enerji ilə yansıtmalıyıq. O pozitiv enerji ilə yansıtmalıyıq. Əgər o bizlər nə ediriksə, onunla qarşılaşırıq. Yəni ki, bu söz o bir növ o Qurani-Kərimdə də bildirilib ki, Zəlzəl surəsində ki, nə edəcəksiniz, onu da siz o qarşılığını alacaqsınız. Bu dünya həyatında hər şey, o bütün sistem aldı və verdi əlaqəsi o sayəsində irəliləyir. Əgər gözəl bir həyatınız olmasını istəyirsiniz, uğurlu, o başarılı və xoşbəxt olmaq istəyirsiniz, hədəflərinizə layiq olmaq istəyirsinizsə, hədəflərinizə sahib olmaq, onları qazanmaq istəyirsinizsə və sonda Tanrının o bu gedişatda, o Tanrının yəni ki, xatirini, o Tanrının o bəyənməsini əldə edərək, o cənnət həyatını əldə etmək istəyirsinizsə, yaxşılıq etmək, rast gələ, o durduq o yer, heç bir səbəbsiz o hər hansı o bir yaxşılıqlar etməli və həyatımızı pozitiv enerjilərindən sarmalıyıq. Əgər o belə etməsəniz, heç zaman savab anlayışı əldə etməyəcəksiniz və tam o gerçəkdə, o cənnətə layiq olmayacaqsınız. Əziz, bu videoda sizlərlə savab anlayışı altında bizim enerjimizin artırılması, uğur yolunda o pozitiv olaraq irəliləmək və sonunda o Tanrının yəni istəyini əldə etmək o barədə fikirlərimi bölüşdüm. O videom sizin üçün məhsuldar oldu. Əgər bəyəndinizsə, bəyənməyi, kanalıma abunə olmağı və rəylərdə fikirlərinizi sizlərin yazmağı və rəylərdə, müzakirələrdə hər birinizin iştirak etməyini istəyirəm. Demək, o dedi ki, o cənnəti əldə etmək üçün, o cənnətə layiq ola bilmək üçün yaxşılıq etməli, öz enerjimizi artırmalı, standart xəyalpərəst savab anlayışından çıxaraq, məntiqi çıxan, elmi o cəhətdən, o düzgünlüyü olan bir aldı-verdi əlaqəsini sahiblənməliyik. Ancaq bunlar hamısı o cənnəti əldə etməyə bəsdirmi və ya o cənnət həyatı ümumiyyətlə o necə bir həyatdır? Əgər bu mövzu haqqında da bir video istəyirsinizsə, rəylərdə sizləri gözləyirəm.